Salam dostlar, Texnobroya baxırsınız, bu mənəm Valid və bugün xüsusi cihazla suların keyfiyyətlərini yoxlayacağıq. Bu aparat bax budur, suyun 4 parametrini göstərir, yeni almışıq və düşündük ki, test eləmək lazımdır. Bunun üçün mən hal-hazırda yollanaram marketdə və su rəfində hansı məşhur sular varsa çalışıram ki, onların hamısını əldə edim və bir-bir yoxlayacağıq. Sonda isə nəticəsini siz biləcəksiniz, tamamilə obyektiv şəkildə hansı su daha keyfiyyətlidir. Və beləliklə bu möcüzəvi cihaz və 13 markadan su artıq buradadır. Ən ucuzdan başlayaraq bahalaya qədər dözdür. Təsəvvür edin ki, yəni 30 qəpikdən 3 manata qədər təsəvvür burada sular var və demək olar ki, ən populyar markaları yığmışıq. Xüsusi cədvəl tərtib etdik. Bu cədvəldə də bu suların parametrlərini buraya yazacağam. Cihazı biz bu modeli almışıq çünki bu modeldə 4 parametri ölçə bilir. Amma alıb gələndən sonra bunu araşdırdım ki, kəşk əvvəlcə araşdırdım ki, sən demə suyun, içməli suyun təmizliyinə təsir edən əsas 2 parametrdir. Ona görə də biz elə bu 2 parametrləri nəzərə alacağıq. Bunlar TDS, bizim də tərcümə ediləndə ümumi suda həll olunmuş hissəciklərin sayıdır. Yəni bu minerallar da ola bilər, duzlar da ola bilər, metallar da ola bilər. TDS bizdə 0-150 arasında olmalıdır. Bu çox yaxşı bir göstəricidir. 150-300 olsa da biraz daha çox mineraldır, amma yenə də normaldır. İçməyə tam icazə verilir bu suyu. Və 300-dən yuxarı, 300-500 bu artıq yaxşı parametr sayılmır. Belə suyu almaq məsləhət olmayacaq. Və ikinci parametr IC parametrdir. Bu nə deməkdir? Yenə də ingilis sözləridir. Electrical conductivity deyəsən belə adlanır. Bu elektriki keçirmək. Onun tərkibində ionların sayına görə də bu da yenə də tərkibində başqa şeylərin olmasına görədir ki, o parametr də çox vacib parametrdir. Onun da normalda təmizdirsə, su ideal təmizdirsə 0,05-dən çox olmamalıdır. 0,5-dən 0,8-ə kimi okeydir, yəni də içmək olar, amma 0,8-1-dən yuxarıdırsa artıq bu su yetərli də sərt sayılır və onunla nə çay, nə kofe içmək də məsləhət deyil. Həmin o məşhur 30 qəpiklik su. Aha, düşdü də su, düşdü şaqqələdir, yəni bu su. Markanın adı Mehtabdır, içməli su. Yazmırlar ki, mineral suyudur, yəni bunu iddia eləmirlər ki, bizə mineral suyudur. Bu içməli sudur, yəni ona görə də sadəcə onun təmizliyi vacib olacaq, bizə faydalı olması vacib olmayacaq. Təmiz stəkanlardır, gəlin. Yarım stakan bəs eləyəcək. Bəs eləyəcək. Qoyuram yerinə. Hər suyun həm TDS-ini, həm də IC-ni ölçəcəm. Hər iki parametrinə görə onu yaxşı, orta və ya pis qrupa salacam. Salırıq. Oynayır bir balaca. Görürsən dəyişə bilər. Bu arada temperatur təqribən suda 17 dərəcə yarımdır və göstərici stabilləşdi məncə. Məncə də. 44 yaxşı göstəricidir əslində. İndi isə keçirirəm IC formatına. Bax görək nə qədər göstərir. 89 90-a qalxdı. Xatırladım ki, IC 100-ə qədər yaxşı sayılır. Məncə 5-6 saniyə gözləsək kifayət edir də, yəni çox video uzun olmasın deyə 91-də qoyduq. Biz də onu yəni bu suyu salırıq yaxşı qrupuna. Bu demək deyil ki, bahalılar da yaxşı çıxacaq. Bəlkə bahalı bundan pis çıxacaq. Ola bilər. Keçirik Bonaqvaya. Ümidvaram ki, eşitdiniz. Onun açılma prosesini onun öz stakanına tökürük. Yəni ona görə də hər bir suyun arxasında təmiz başqa istifadə olunan stakanına tökürük ki, bu da eksperimentimizin daha obyektiv keçməsinə təsir eləsin. Salırıq. Nə görürük burada bilməm, görünür yoxsa yox? 70, 76, 77. Məncə kifayətdir 77. Düzdür, bu su bir balaca temperaturu daha aşağıdır bilməm. Niyə görə? Ondan biraz bu otaqda biraz soyuqdur, bəlkə daha çox qaldı bu su. Amma eyni vaxtda gətirmişik bu otağa bu suları. 77. Biz də onu TDS parametrinə uyğun sular arasında yazırıq. Keçirik onu IC rejiminə. Aha, daha yüksəkdir. Parametr daha yüksəkdir. Əsas odur ki, çox yuxarı olmasın. 157 və prinsipcə normaldır. Yüksək olduqca daha pisdir. Ona görə də okey, daha yuxarı, daha orta bir kateqoriyaya daxildir, amma uyğundur. Irmaq adlı su brendidir. Xırdalanda hazırlanır bu arada. Türkiyənin belə möhtəşəm. Hansı Türkiyənin? Irmaq. Xırdalanda hazırlansa da yazır ki, mənbəyi Oğuz, Qəbələ, Bakı su kəməridir. Və süzürük stəkana. Keçirik onu TDS
rejimdən, TDS rejimdən keçiririk və baxırıq. Biz tərəfə zəhmət olmasa 43. Stabildirsə Stabil 43-dür. 43-də qaldı. Okey. Onu yazırıq təmizlərin siyahısına. Keçiririk indi onu EC rejiminə salırıq. 80 86 görürük. 86-dır. Və stabil qaldısa, Bəli, məncə stabil. dayandırmaq Bəli, olaraq bəli, stabil qaldı. 86 birinci yuxarı kateqoriyada deməli aid eləyir. Banakodan yaxşıdır məncə. Monakodan daha aşağı göstəricidir, daha təmizlərin siyahısındadır. Dubrar adlı markadır. Xızı rayonunda deyilənə görə su Xızıdandır. Xızılıdır. Amma Qaradağda yığılır, yəni Qaradağda doldurulur. Aha, Oho, o nədir o? 207 görürəm burada. TDS standartına görə su və stabil olaraq qalır. Qalır. 207-də qaldı. 207-də qaldı. 208, 207, yəni Eynidir. ondan yuxarı çox da qalxmır və biz onu ikinci kateqoriyaya yazırıq. Bu da bizdə dubrardır. İsi parametrine görə ölçəcək və beləliklə 400-ü keçib. Uyda. 416 bilməm görə bilirsiniz. Görürük, bəli, görürük. 416 norma daxilindədir. Birinci bir şey bunu yazaq, amma hər halda ikinci kateqoriyadadır və özdə hər iki parametrə görə TDS-də də çox yaxşılar siyahısında deyil. Yəni orta okey kateqoriyasındadır. Çeşmə, Şahdağın dərinliklərindən yanır suyun üstündə. Suyun mənbəyi Xaçmaz rayonudur, Xudatdan gəlir. Bunu doldururlar Bakı-Sumqayıt çalsası. Bəli, bəli. Çox sevdiyimiz yer. Hələ ki, hər şey normasındadır. Bu nədir? Çıxmasın, bir dənə 500 çıxsın, 1500 çıxsın, burada aləmi qapaq 2500 çıxsın, şok olsun, şok başlı qoyaq falan. TDS standartı və çeşmə suyu nə göstərir bizdə? 86. 86 yox, 86. 86 və 85. Çeşmə. Birinci kateqoriya indi keçək. Keçirik EC, elektrik keçiriciliyi. Bayaqkilardan bəzilərindən qat-qat aşağıdır. 168 desə deməmsə. Aşağı göstərir olsa da, amma 100-ü keçib. Deməli, ikinci kateqoriya düşür. 100-dən 600 arasında olanlar, bunlar normal sayılır, okey sayılır. Daha bir su, vitamin brendi altında Abşeron rayonu Xırdalan şəhərində yığılır. Su xüsusi avadanlıqlarla təmizlənərək azonlaşdırılmışdır. Mənbəyi Oğuz Qəbələ Bakı su kəməri. Bayaqki kimi bəziləri belə yazır. Keçərik TDS standartını ölçək. Çəkirik. 47. 47. Bəli, 47. Bəlkə də bu ana kimi bəlkə də ən aşağı TDS parametri bu idi. 47. 47, ondan yuxarı qalxmır. Ona görə biz onu yazırıq ən aşağı kateqoriyada. Yəni parametrə görə aşağıya pis kimsə aşağı keyfiyyəti yox, parametri aşağı olan kateqoriya yazırıq. İsini ölçək. 92. 100-ü belə aşmır. 100-ü belə aşmır. Və o deməkdir ki, biz onu bu parametri az olan kateqoriyaya qeyd edirik. Keçirik digər suyumuza. Suyumuz Slavyankadır. Bu da tanıdığımız. Çox adam bunu içir, çox adam bəyənir. Əmin ol, alırsınız, içirsiniz məclislərdə və ya gündəlik istifadə olunan sudur, yəni bilirəm. Video yaxşı reaksiya versəz, video baxış və şey olsa, biz təbii ki, bu testləri davam edə bilərik və başqa sularda test edə bilərik. Keçirik TDS-ə, Slavyanka suyu və baxırıq 100-ü aşır. 116-ya qalxdı və stabil dayandı. Su isti deyil, bizdə hardasa 15-18 arası temperatur var və biz onu neçə idi? 114, 116. Biz onu birinci kateqoriya yazırıq. EC standartına görə 232. 232 biz onu ikinci kateqoriyada normal, okey kateqoriyasına daxil edirik. Qazlı deyil mi? Qazlı.
düşündük ki bu suyu qazlı aldığımız üçün fikir vermədim. Çünki damla içməli su böyük hərflərlə yazılıb. Qazlı sözü isə çox xırda şriflə yazılıb. Bunu dükanda fikir vermədim. Yalnız burada çəkilişi artıq başlayandan sonra fikir verdim ki, bu qazlıymış. Açıq artıq butulkanı da açandan sonra. Ona görə də düşünürəm ki, bu düzgün olmaz. Qazlı suyu bura, yəni çünki içində karbon var, karbon qazı var, birisi doldurulur. Ona görə də bunu testdən biz uzaqlaşdıraq. Çünki nəticələrə bu təsir eləyəcək və daha sonra qeyri-obyektivlik yaranmasın deyə belə bir şey olmasın. Keçək artıq çox məşhur bir markaya. Hamı onu alır, hamı çox bəyənir. Keçək artıq TDS parametrinə. 16 biz tərəfə zəhmət olmasa 17 stabil dayandı. 16. 17. Bu arada çox aşağı göstəricidir. Bəlkə də bu günə kimi digərlər arasında. Yəni bu çox yaxşı deməkdir. Bəli, çox təmiz deməkdir. Ona görə sirap bu qədər bəyənilir. Və sirabı yazırıq birinci ən yaxşı kateqoriyaya. Demək olar ki, TDS parametrinə görə yalnız bir su orta kateqoriyaya düşür. Qalanlar hamısı ən yaxşı kateqoriyada. İndi keçək EC standartına görə. Görək bu parametrə görə sirabda göstərici nə qədər olacaq? 39, 35. Prinsipcə bu parametrin hər ikisi fərqli olsalar da, amma bir-birinə təsir edən və bir-birinə əlaqəli olandır. Və əslində, yəni hər iki parametrə görə yuxarı-aşağı biri nədirsə, o biri də çox, məsələn, o biri daha yüksək və ya qat-qat çox aşağı olmayacaq. Neçədir bizdə? 34. 34. Bu deməkdir ki, ən təmizlərin siyahısına düşür EC standartlarına görə. Keçirik növbəti, o da Naxçıvan suyudur, badamlı. Bilirsiniz, bu da əfsanə markadır. Yəni Azərbaycan üçün o da Naxçıvandan, amma Şahbuz rayonundandır. Ölçək bu parametrinə görə. Məncə sirabdan çox da fərqlənməyəcək. Mənə elə gəlir. Amma görək. 39 məncə. 39, bəli 39. 39-dur və elə doğrudan təqribi elə siraba yaxın bir TDS standart, TDS parametri. Yazırıq onu bu kateqoriyaya. EC standartına görə ölçək. Neçədir? 82, 82. 82 və dəyişmir, ona görə də elə bu parametrdə sirabla eyni alırıq. Təqribi eyni göstəricilərdir. İndi isə keçək xarici sulara. Nestle olsa da, qlobal marka olsa da, amma Uludağdır bu və ona görə də başa düşdüyünüz kimi istehsalı Türkiyə istehsalıdır. Balaca olmağına baxmayaraq 1 manatdır. Yəni bu 300-dür, yəni 300 millidir. Yəni yetəri qədər bahadır. Ölçürük. 70. Stabil. Ölçdük 70-dir. Bəli. 70-dir. O deməkdir ki, birinci kateqoriyaya yazırıq. İndi isə EC formatına görə, yəqin ki, bu da çox yüksək olmayacaq, onun qədərəli olacaq. 143. Açığı, mən biləm, badamlı və sirabdan daha yüksəkdir. Bəli, bəli. Bu parametrə görə orta kateqoriyaya salırıq. Artıq orta kateqoriya, çünki 100-dən yuxarıdır. 100-dən, yəni nədirsə, onu da biz qeyd edirik, fərqi yoxdur. İstehsalçı haradır, nədir, neçəyədir falan. Bahalı sular davam edir. Bu artıq Erikli markasından, yenə də mənbəyi Uludağ olsa da, amma yəni marka altında, Erikli markası altında istehsal olunur. Bu dəqiqə olan qiymətlərin arasında bu nisbətən bahalı sular arasında. Keçək Erikli suyunun TDS parametrini ölçürük. 87. 87 stabil dayandı. Biz onu yazırıq bura. Erikli yazırıq bura. İndi isə EC standartını ölçək. 177. 177. Okey, bu o deməkdir ki, artıq orta kateqoriyaya yazırıq. Ən bahalı. Heç vaxt almadığımız sudur. Yəni çünki yarım litri 2 manat 90 qəpik, 80 idi, neçə idi? Yəni 3 manata yaxın qiyməti var yarım litrlik və bu premium su sayılır. İstehsalçısı Fransadır. Yəni Fransanın təbii bulaq suyudur. Bu bahalı məclislərin suyudur da, yəni bahalı məclislərin. Deyilənə görə Mbappe bu sudan içir. Mbappe var. Dəqiq informasiyadır. Bilirəm, sən də dəqiq. Mən özüm eşitmişəm sırf. Dəqiq informasiya. Mbappe deyir ki, yox, mən bundan başqasını içmirəm. Bu nə? Gözlərim düz görür. Yox, bir sərfə çönlər. 292. 292 dostlar. Və bu onun orta kateqoriyasının artıq yuxarı həddinə yaxınlaşdırır. Yəni daha baha, daha yuxarı içində tərkib var. Yəni o anlama gəlir. İndi keçirik onun, məndə o birisi parametri görəsən nə qədər olacaq. Aha. Nə? Oho.
Oho! Bir tərəfə. Oho! 586. 586 yuxarı həddə yaxınlaşır ha. Yuxarı hədd 600-dür. 600-dən yuxarı içməyə məsləhət görülməyən su sayılır. Uyda. Yəni o deməkdir ki, Evian suyu ən bahalı su bizdə demək olar ki, ən yuxarı parametrləri olan su idi. Biabırçılıq. Bəlkə dadlı testi keçirək. Ən ucuzdan ən bahalısını seçin. O şeylər olar, TikTok səhifələri olar. Kasımın dostu. Kasımın dostu. Kasımın dostu. Dadı necədir? Nə gözləyirsən? Sudur da. Sudan mən necə izah edeyim? Və indi bahalısı üçün. Özü Mbappe kimi istəyir. Oradan zəhmət olmasa krevetka gətirin. Fransa suyunu içəndə mən krevetkasız içə bilmirəm. Orada pianoyla da bir nəfər oturub belə. Və croissant bir dənə zəhmət olmasa. Nəysə, Eyfel qülləsində olmasaq da. Mbappe keçir. Hey vali. 20 yanvar tərəfdə olsaq da. Fərqlənir. Onu deyə bilərəm ki, fərqlənir. Həqiqətən fərqlənir. Bəs necə olur nəticə olaraq ən bahalısı ən pis çıxır? Yəni fərqlənir də deyirəm də, fərqlidir. O da fərqlidir. O daha yaxşıdır. Deməzdim ki, dada görə deyirəm ha. Yəni, dada görə. Dad başqa şeydir, içindəki mineral. Bəli. Bunun tamı var. Onun konkret sıfır tamı var. Sıfır. Deyim ki, pis tamı var, içmək olmur, belə vurur amma yox. Amma var tamı. Su sudur da, yəni təmiz su sudur da yəni. Amma açığı markasını deməyəcəm, amma yerli sular biraz deyirəm ki, daha çox xoşuma gəlir. Mən içdiyim yerli sulardan, burada bunlardan biri var. Mütləq dəyərləndirin videonu, bəyənirsinizsə, bizim zəhmətimizi qiymətləndirirsinizsə, o zaman mütləq bəyənin videonu. Amma şərh də çox vacib olur, çünki YouTube şərhləri də çox yaxşı baxır. Yəni müsbət və mənfi fikirlər fərq eləmir. Çoxlu şərh gəlsə, YouTube bu videonu daha da çox insana göstərir və göstərir ki, bəli, bu video biz onda görürük ki, daha maraqlıdır sizə. Bu mövzu sizə maraqlıdırsa, bu cihazla növbəti videolarını çəkməyimizi istəyirsinizsə, bunu mütləq qeyd edin və bəlkə də biz hansısa markaları almadıq, onu da test eləməyimizi istəyirsinizsə, onu da yazın. Bax, bu suyu da test eləyin, bu su da mənə maraqlıdır, görürsən təmizdir, yoxsa yox. Bax, bu şərhlərinizi yazın, bizdə isə bu qədər. Növbəti videoda görüşərik. Hələlik.